Vəfa salam, nə məsələdir? Niyə məni çağırmısan? Axır ki gəldin Natiq. Bir neçə gün öncə buradan zəmanətlə aldığım paltaryuyanda problem yaranıb. Paltaryuyanı istifadə edəndə gördüm ki, onda qüsur var. Amma çeki də atmışam. İndi necə qaytara bilərəm? Narahat olma. Çekin olmaması sənin hüquqlarını məhdudlaşdırmır. Alışı təsdiq edən sübutlar, zəmanət talonu və texniki pasport da keçərlidir. Qanunvericiliyə görə satıcı sənin tələbindən asılı olaraq ya qüsurlu malı dəyişdirməli, ya geri qaytarmalı, ya satış qiymətini uyğun məbləğdə azaltmalı, ya mövcud qüsurları öz hesabına aradan qaldırmalı, ya da çəkdiyin xərcin əvəzini sənə ödəməlidir. Zərurət olduqda satıcı malın keyfiyyətini yoxlamalı və buna dair alıcıya sübutlar təqdim etməlidir. Hətta lazım gələrsə, malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək məqsədi ilə satıcı istehlakçının yazılı ərizəsi əsasında bu malı 3 gün ərzində ekspertizaya göndərməlidir. Bu ekspertiza satıcının hesabına aparılır. Bəs ekspertiza nəticəsində malda istehsal qüsurunun olduğu təsdiqlənsə belə, mağaza malı qaytarmasa nə edim? Əvvəlcə satıcı ilə danışmağı tövsiyə edirəm. Əgər satıcı tələbini yerinə yetirməzsə, Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yaxud məhkəməyə müraciət eləyə bilərsən. İstehlakçı hüquqları ilə bağlı məhkəmədə qaldırdığın iddiaya görə dövlət rüsumu ödəməkdən azadsan. Ekspertizanın nəticəsi ilə razı olmasam necə? Onda ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilərsən. Deməli, mən artıq öz hüquqlarımı bilirəm və... Söhbətinizə qulaq şahidi oldum. Narahat olmayın xanım. Qüsurlu malı dəyişdirmək də, qaytarmaq da bizim məsuliyyətimizdir. Hüquqlarını bil və tələb et.